Burada işleyen oğlanlardan sen koçak oğlan dersen ki sen gelip burada dersen ki bana benim gözüm. Torpaq senin torpağındır. Xəbər verdiyimiz kimi, Infoplus TV-yə müraciət edən Ağdam rayonunun Çulu kənd sakinləri bildirirlər ki, bölgədə məmur özbaşınalığı geniş vüsət alıb. Onların sözlərinə görə, məmurlar kəndi xəritədən silərək otlaq sahəsi kimi göstərir və həmin ərazilərdə fermalar tikirlər. Lakin Çulu sakinlərinin özlərinə nəinki ferma, hətta ev tikməyə belə icazə verilmir. Vətəndaşlar kanalımız vasitəsilə aidiyyəti qurumlardan məsələyə müdaxilə olunmasını və onlara köməklik göstərilməsini xahiş edirlər. Çullu kənd sakini İsmailova Lətavət Nərman qızı mənim ata-baba yurduma gəlmir. Öz Çullu kəndimdə yaşamaq üçün buradan prezidentimizə müraciət edirəm. Ondan artıq dərəcədə xahiş edirəm. Bizim kəndin cəmaatı gəlib öz yerində məskunlaşmaq üçün oraya göstəriş versin. Artıq dərəcədə xahiş edirəm. Bir ana kimi, bir bacı kimi. Bizim öz cəmaatımızı, öz yerimizə bizi nəyə görə xıdırıya köçürməlidirlər? Rayon səviyyəsində məmurlar imkan vermir ki, gələk biz öz kəndimizə tikilək yaşayaq. Biz gələk çadır quraq yaşayaq. Amma öz kəndimizdə gələk yaşayaq. Buradan şəhid ailələrinə öz dərin minnətdarlığımı bildirib baş əyirəm onların qarşısında. Qazilərini qurban olun. Onların sayəsində gəlib, onların qanı bahasına, canı bahasına gəlib biz bu yerə çıxmışıq. Şükür olsun torpağımız alınıb. Bu 5 ildir torpağımız alındığına baxmayaraq, hələ biz bura portal vasitəsilə gəlib gedirik. Ondan da əlavə bizi kəndimizi deyirlər ki, Çullu kəndinə tikilməyəcək. Nəyə görə? Rayon rəhbərliyi deyir ki, Çullu kəndi yerində salınmayacaq. Ona görə də prezidentdən, birinci xanımından, Mehriban Əliyevədən artıq dərəcədə xahiş edirəm, özü öz nəzarətinə götürsün. Bu sözlərimizi nəzərə alsın, onlara böyük minnətdarlığımızı bildirərik. Mən Əmrov Məhərrəm Əloğlu, Ağdam rayonunun Çullu kənd sakini. Biz cənab prezidentdən xahiş edirik ki, bu cəmaatı, Çullu cəmaatın öz kəndinə, öz elinə, obasına qayıtmağına köməklik eləsin. Biz hamımız bu torpaq uğrunda can qoymuşuq, döyüşmüşük. Bizim şəhidlərimiz var, qazilərimiz var, veteranlarımız var. Bunların hamısını nəzərə alıb bu kəndə qayıtmağımıza bizə köməkliyin göstərsin. Xahiş edirik. Bu kəndin cəmaatı hamısı öz elinin obasında yaşamaq istəyir. Kənd təsərrüfatından məsul olan cəmaatdır. Töylərində tikiblər, bəzi məmurlar gəlib tikib Çullu kəndində. Özbaşınalıq eləyirlər, cəmaatı da qoymurlar bu töyləyə gəlib kənddə yaşamağa. O töylərində tikib özləri üçün heyvan saxlayırlar.